Araşdırmalar zamanı bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətində qaranlıq məqamlar ortaya çıxıb. Belə ki, Beynəlxalq QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş qurum yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərinin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş ofisləri hər hansı bir şəxsə etibarnamə verir və onun nümayəndə təyin edirlər. Həmin şəxs də ölkədə fəaliyyətə başlayır. Bu fəaliyyət isə hüquqi baxımdan qanunsuz hesab olunur. Təəssüf olsun, bugün xaricdən maliyyələşən əksər QHT-lər əsas məqsədləri qoyub, əsasən siyasi məqsədlər üçün çalışırlar. Bu da bir avazlı QHT fəlsəfəsinə ziddir. QHT-lər daha çox cəmiyyətdə bir növ görünməyən işləri görməlidirlər. Siyasi fəaliyyətin əksər hallarda məşğul olmurlar ümumiyyət faktikasında əksər QHT-lər. Amma təəssüf olsun, bizdə bugün Azərbaycanda bir sıra QHT-lər xaricdən maliyyələşərək daha çox üzdə başqa, hətta başqa işlərlə məşğul olurlar. Əksər xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nəqd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur. Təbii ki, donor qrant verəndə maliyyənin hansı istiqamətə xərclənəcəyini yaxşı bilir. Onlar iş, pul və bu kimi digər yalan vədlərlə bir qrup gənci aldadaraq radikallaşdırıb, dövlətçilik əleyhinə oyunlara cəlb edirlər. Bununla bir növ öz təsir dairələrini genişləndirmək istəyirlər. Əsl məqsəd cəmiyyətin inkişafına deyil, geriləməsinə nail olmaqdır. Qanunsuz aksiyalar keçirmək, ixtişaş və qarşıdurmalar yaratmaq, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq və antidemokratik təbliğat aparmaq bu təşkilatların əsas prioritetləridir. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi ixtişaşları təhrik etdikləri üçün oradan xaric edilirlər. Hazırda bu qəbildən olan təşkilatlar qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Bugün Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları var ki, və biz onu müşahidə edirik ki, müəyyən bir maliyyəni alırlar. Bu lap yaxşı, amma maliyyəni aldıqdan sonra ölkəmizin, dövlətçiliyimizin, Azərbaycançılığımızın və milli maraqların əksinə tamamilə zidd olan bir fəaliyyətlər göstərirlər. Bir qeyri-hökumət təşkilatı nümayəndəsi kimi biz bunu görürük və ətrafımızda olan baş verənləri çox yaxşı müşahidə edirik. Təbii ki, bunda pisləyirik. Söhbət ondan getmir ki, qeyri-hökumət təşkilatları hər hansı bir donordan qrant almasın, maliyyə yardımı almasın. Amma onu aldıqda vicdanlı olaraq, obyektiv və qərəzsiz olaraq Azərbaycan cəmiyyətinin xeyirli istiqamətdə istifadəsinə yönəltməlidir. Əgər bu Azərbaycanın milli maraqlarına ziddirsə, o deməkdir ki, həmin o insan Azərbaycanın düşmənidir. Onda belə deyək, ermənidə bizim nə fərqimiz? Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda, xarici havadarların maliyyələşdirdiyi yerli müdafiəçilər dərhal hakü salır, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Onların öz ölkələrində icazəsiz etiraz aksiyasının qarşısını alarkən isə insani dəyərlər belə unudulur. 2011-ci ildə Böyük Britaniya şəhərlərini etiraz dalğası bürüyəndə minlərlə adam saxlanıldı. Sosial şəbəkələrə giriş məhdudlaşdırıldı. Müstəqil blogerlər isə məhkum olundu. New Yorkda Wall Street-i işğal et aksiyası, Almaniyanın Hamburg şəhərində mədənçilərin sosial problemlərlə bağlı etirazı sərt şəkildə yatırıldı. Dinc nümayişçilərə qarşı su şırnağından, rezin güllələrdən və digər bu kimi vasitələrdən istifadə olundu. Siyahını bir qədər uzatmaq olar. Əgər demokratiyadan dəm vuran bəzi qərb ölkələrində icazəsiz aksiyaların qarşısının necə alındığından xəbəriniz yoxdursa, elə isə baxın. Kadrları şərhsiz təqdim edir. Amerika Birləşmiş Ştatları və Avropada insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına göz yumanların Azərbaycana qarşı haqsız iddialarını heç bir halda səmimi qəbul etmək olmaz. Bugün Azərbaycana irad tutan xarici idarələr ilk növbədə öz ölkələrində baş verənlərə diqqət ayırsaydılar daha yaxşı olardı. Allahverdi Nadiroğlu, Lider.